Hər vaxtınız xeyir uşaqlar. Bu gün mən sizə yazılı ədəbiyyatın dramatik növünün izahını verəcəm. Dramatik sözü Yunan sözü olubdur. Yunan dilindən dram sözündən götürülübdür. Mənası hərəkət deməkdir. Dramatik növdə hərəkət lazımdır. Bu əsərlər teatr üçün yazıldığı üçün orada obrazların hərəkətdə olması əsasdır. Yəni burada göstərmə əsasdır. Dramatik növün başlıca xüsusiyyəti əsərdə baş verən hadisələrin, sürətlərin, yəni hərəkəti onların danışıq yolu ilə canlandırmasıdır. Yəni obrazlar bunu canlandırır. Dramatik növdə yazılan bütün əsərlər pyes adlanır. Yəni sənə əsər düşsə dramatik növdə. Bütün əsərə sən dramda deyə bilərsən, dram əsər. Sən buna pyes də deyə bilərsən. Bax, dram həm janrı var, həm sən yəni dramatik növə bərabərdir də bunlar. Yəni pyesdə desən düzdür, dramda desən düzdür. Dramatik növdə olan əsərlər daha çox nəsrlə yazılır. Baxın uşaqlar, daha çox hər zaman nəsrlə yazılır deyilən bir fikir yoxdur. Nəzmlə yazılan dramlar da var və biz bu cür dramlara mənzum dram deyirik. Ədəbiyyatımızda dramaturgiyanın əsasını Mirzə Fətəli Axundov tərəfindən Hekayəti İbrahim Xəlil kimyagər əsəri, yəni 1850-ci ildə qoyulubdur. Biz bunu yadda saxlamalıyıq. Bəli, 1850-ci ildə dramaturgiyanın əsası Mirzə Fətəli Axundzadə tərəfindən qoyulmuşdu. Biz dedik axı, dramaturgiyada olan əsərlər nəzmlə də yazıla bilər. Bəli, mənzum dramın əsası isə Çay dəstgahı əsəri ilə qoyulubdur. Müəllifi Cəlil Məmməd Quluzadə idi. Dramatik əsərlərin müəllifi hadisələrə birbaşa müdaxilə edə bilmir. Düşünün, bu əsər səhnə üçün yazılır. Səhnədə artıq bunu deməli, aktyorlar oynayırsa, müəllif həmin əsərə müdaxilə edə bilməz. Məsələn, epik növdə yazılmış əsərlər var ki, müəllifin təhkiyəsi olur, lirik növdə lirik qəhrəman olur. Amma dramatik növdə artıq obrazlar onu canlandıranda orada müəllifin təhkiyəsinə yer verilmir. Dramatik əsərlərdə səhnəyə, tamaşaya qoyulmaq üçün yazılır. Dramatik əsərlərdə əsas qəhrəman müsbətdə, mənfi də ola bilər. Eyni ilə bu növ epik növə də aiddir ki, epik növdə də müsbət baş qəhrəman, mənfi baş qəhrəman ola bilər. İndi deyəcəksiniz, bəs müəllim, mənfi baş qəhrəman nə zaman olur? İblis əsərini keçəcəyik növbəti əsərlərdə. İblisdə biz görürük ki, iblis baş qəhrəmandır, amma mənfi obraz kimi verilibdir. Şifahi xalq ədəbiyyatında dramatik növü var. Yəni ümumiyyətlə yazılı ədəbiyyatın necə ki dramatik növü varsa, şifahi xalq ədəbiyyatında da var. Dramatik növdə əsərlər, yenə deyirəm, nəzmlə də yazıla bilər, nəsrlə də yazıla bilər. Bəzən düşür ki, dramatik növ yalnız nəzmlə yazılır, yalnız nəsrlə yazılır. Yanlışdır. Dramatik növlə epik növü birləşdirən cəhət hər ikisi həm nəzm, həm də nəsrlə ola bilər. Amma yadınızda qalsın ki, lirik növdə olan əsərlər yalnız nəzmlə yazılır. Və dramatik növdə yazılan əsərlərə bayaq yuxarıda dediyim kimi pyes də deyilir, dram əsər də deyə bilərik və bütün əsərlərə dram janrlı əsər demək olmaz. Çünki janr başqa şeydir, dram əsəri başqa şeydir. Dram əsəri dramatik növ deməkdir, dram janrı janrdır. Dramatik əsərlərin iki tərkibi var ki, bunlara biz deyirik remarkalar və sürətlərin danışığı. Uşaqlar, sürətlərin danışığı monoloq və dialoqlarda olur. Monoloq bir adamın tək başına danışmasıdır. Dialoq iki şəxsin danışmasıdır. Remarka, uşaqlar, remarkadan nələr yadda saxlamalıyıq? Əsərdə baş verən hadisələr tarixini, yerini, sürətlərin hərəkətini, ruhi vəziyyətini göstərir. Məsələn, bəzən mötərizə daxilində obraz verilir, nitqi verilir, mötərizə daxilində də verilir ki, qəş edib yerə yıxıldı. Qəş edib yıxıldı. Deməli, artıq orada aktyor bilir ki, o hissədə yıxılmalıdır və yaxud da tarix verilir ki, neçənci ildə, yer verilir ki, məsələn, qapının yanında, sürətlərin hərəkəti, yəni remarkalar aktyorlar üçün lazımdır. Onu baxan tamaşaçılar üçün lazım deyil. Yəni aktyor həmin remarkaları oxuyaraq, həmin dialoqdan sonra hansı hərəkətləri eləməyi verilir. Yəni onlar əsəbi şəkildə bu sözü deməlidirlər, sakit şəkildə və yadınızda qalsın, remarka yalnız nəsrlə yazılır. Bəzən bizə nəzmlə verilən bir dram əsəri olar ki, həmin dram əsərinin remarkası nəsrlə yazılır. Niyə şeirlə yazılsın ki? Yer göstərilirsə, niyə şeirlə yazılsın? Yəni nəzmlə yazılsın. Və yadınızda qalsın, nəzmlə yazılan dram əsərlərdə də remarka nəsrlə yazılmalıdır. Bu imtahana düşən sözdür deyə mən bunun üstündə çox durdum. Baxın, bu cümləni mütləq yadda saxlayın. O pyesi tamaşaya hazırlayan rejissor, aktyorlar üçün, rəssamlar, bəzən də əsərə musiqi bəstələyəcək bəstəkarlar üçün yazılır. Remarka müəllifi göstərişlər olub, icra üçün səhnədə həmin vəziyyəti yaratmaq üçündür. Remarka hissələrinin əvvəlində və ya mötərizə daxilində verilir, bəzən sual qarşıya çıxır. Nümunədə mötərizə daxilində verilmiş sözlər işləmə məqsədi nədir? Təbii ki, burada bizdən remarkanı soruşur. Remarka səhnədəki vəziyyəti göstərmək üçün
aktyor və rejissor. Tamaşaçı üçün yox ha, aktyor və rejissor üçün yazılır. Sürətlərin danışığı dialoq, monoloq. Dialoq 2 və daha artıq şəxsin danışmasıdır. Ən azı 2 sürət danışır. Monoloq da isə öz-özünə, yəni tək danışıqdır. Və əsərdə baş qəhrəmanların dilindən də monoloq görə bilərik. İstər İblis əsərini keçəndə, daha sonra ana faciəsini keçəndə orada Səlma ananın Allaha yalvarışı monoloqu var. İblis əsərində İblis həm başda, həm sonda onun monoloqunu görəcəyik. Yalnız mütaliə üçün, yəni müzakirə üçün yazılır ki, bunlar lazy dramdır. Lazy dramlar uşaqlar səhnə üçün yazılmayan dramlardır. Yəni bütün dram əsərləri səhnə üçün yazılır fikri yanlış fikirdir. Dramatik növün janrları komediya janrıdır ki, bunlarda yumorlu, gülməli məzmun daşıyır komediyada. Komediyanın ilk nümunəsini yenə Mirzə Fətəli Axundzadə tərəfindən yaradılmışdı. Dedik ki, Mirzə Fətəli Axundzadə İbrahim Xəlil Kimyagər əsəri ilə komediyanın əsasını qoyubdu və həmçinin Axundzadə yalnız komediya janrında əsərlər yazıbdı. Komediya ictimai həyatdakı insan mənəviyyatındakı çatışmazlığı göstərir. Yəni komediya deyəndə o ağlınıza gəlməsin. Biz geri komediya ancaq güləcəyik. Sənin buradakı gülüşün satira da ola bilər, yumor da ola bilər. Yəni yumuşaq gülüş də ola bilər, islah edici gülüş. Yumor islah edici gülüşdür. Bir də var ifşa edici gülüş. Yəni ifşa edici satiradır. Sən birini tənqid eləyirsən bir əməlinə görə. Yəni bu gülüşü yadda saxlayın ki, komediyada hər iki gülüş ola bilər. Komediya nəzmlə də yazıla bilər, nəsrlə də yazıla bilər. Yəni bunu yadda saxlayın. Ümumiyyətlə bizə verilib ki, dramatik növdə əsərlər hər iki nəzm, nəsrlə yazıla bilər. Yumor tərbiyəvi əhəmiyyət daşıyır. İncə gülüşdür. Bir növ biz bu həmin güldüyümüz aktyora yazığımız gəlir. Sənətkar qəhrəmanının halını acıyır. Həyatda düzgün yol göstərmək istəyir. Necə ki biz keçəcəyik hansı əsər idi o bir dəqiqə? Hə, Monsieur Jordan, bir də Məstəli Şah. Orada qadın sürətləri var ki, onlar fala inanırlar, Məstəli Şaha inanırlar. Biz onlara humoristik gülürük. Yazığımız gəlir. Çünki onlar cahildilər. Satira isə ifşa edici gülüşdür. Öldürücü gülüşə deyilir. Satira kəskin tənqidi məzmunu ilə seçilir. Yumor və satira başqa əsərlər üçün də səciyyəlidir. Faciə qəhrəmanın ictimai mühit arasında kəskin ziddiyyətlərini əks etdirən, qəhrəmanın deyir bax ölümü və ya qəhrəmanın arzularının puç olması. Ya faciədə qəhrəman ölür, ya da onun həyata keçirmək istədiyi arzular puç olur. Necə ki müsbət Fəxrəddin faciəsində biz görürük ki, Fəxrəddin sonda ölür. İblis faciəsində eyni ilə biz orada görə bilərik ki, arzuların puç olması var. Daha sonra Oktay Eloğlu faciəsində Oktay ölmür, amma arzuları bir növ puç olur. Teatr yaratmaq istəyir, amma Oktay düzdür, özü o teatrı yaratmaq istəyir, onun uğrunda vuruşur. Amma Oktay sonunda məsələn Frəngizi öldürməsi, arzularının puç olması, bunların hamısı faciə deyilir. Faciənin ilk nümunəsi Nəcəf bəy Vəzirovun Müsbət Fəxrəddin əsəri. Baxın, mən soruşacağam. Faciənin ilk nümunəsi neçənci ildə qoyuldu? Müsbət Fəxrəddinlə 1896. Yadda saxlayın ki, faciənin f-sı Fəxrəddinin f-sı ilə. Faciələr iki formada, nəzmlə də yazıla bilər, nəsrlə də yazıla bilər. Mənzum faciə, mənsur faciə. Deməli, İblis, Şeyx Sənan, Ana, Cəfər Cabbarının Oktay Eloğlu faciəsi var. İlk nəsrlə yazılan faciəmiz Müsbət Fəxrəddindir. Amma ilk mənzum faciəmiz isə Hüseyn Cavidin Ana faciəsidir. Anadan sonra İblis faciəsi də deyə bilərik. Tarixi mövzuda yazılan faciələr tarixi faciə adlanır. Ağa Məhəmməd Şah Qacar faciəsi var ki, bu da tarixi faciədir. Dram müsbət qüvvələrin mütərəqqi ideyalarını, yəni burada müsbət qüvvələr qələbə çalır. Buna dram əsəri deyilir. Yəni dram janrı. Dram janrında kəskin ziddiyyətlər üzərində qurulur. Lakin son nəticə qəhrəmanın qələbəsi ilə. Məsələn, faciədə qələbə olmurdu. Yəni onun ya ölümü, ya arzularının puç olmasıydı, amma dramda isə qələbə olur. Dramda komik, faciəvi hallar da verilə bilər. Nəsrlə yazılan dram janrlarının ilk nümunəsi nadanlıq. Düzdür, bunu biz keçmirik, amma adını bilin. Bəsdir. Dramda nadanlıq piyesi sayılır. Nəzm yazılmış çay dəstgahıdır ki, bu da dram janrında yazılır. Və növbəti və sonuncu tragikomediya. Faciə ilə komediyanın birləşməsi. Tragikomediya. Tragi faciə deməkdir. Qarşılıqla yaranan əsərə tragikomediya deyilir. Düzdür, uşaqlar çox testlərdə bunu dramatik növün janrı kimi götürmürlər. Bu sadəcə qarışıqdır deyə. Dramatik növü bəzi testlərdə götürürlər, bəzi testlərdə yox. Amma siz götürə bilərsiniz. Görürsünüz, burada da verib ki, dramatik növün bir janrıdır. Cəlil Məmmədquluzadə tərəfindən Ölülər əsəri var ki, tragikomediyadır. Həm faciə var, həm də orada komediya özünü göstərir. Cəlil Məmmədquluzadənin Anamın kitabıdır. Bax, orada məsələn qardaş var idi. 3 qardaşın nə idi o? 3 qardaşın komediyası, daha sonra Gülbaharın dramı,
Orada ölən obraz da ana idi. Ananın isə faciəsi adlanırdı. Bax, görürsünüz, hər biri qarışıqdır. Sonuncu isə Dəli Yığıncağı da tragikomediya janrında yazılıbdır. İndi gəlin dramatik növün bir sual-cavabına baxaq görək, dramatik növdə nələr keçdi. Mənə deyin görüm, dramatik növdə yazılan əsərlərə biz başqa nə deyə bilərik? Pyes və yaxud da dram əsəri deyə bilərik. Yəni, dramatik növün 3 adına: pyes, dram əsər və dramatik növ. Dramatik növ nə deməkdir? Hərəkət deməkdir. Burada danışıq yolu olur. Dedik ki, dramatik növdə remarka nəzmlə olur, yoxsa nəsrlə? Dramatik növdə remarkalar yalnız nəsrlə olur. Bəli, düzdür. Bəs ilk dramatik növün əsasını kim qoydu? Kim qoydu? Mirzə Fətəli Axundzadə. Hansı əsərlə qoydu? Kimyagər əsəri ilə qoymuşdu. Dramatik növdə olan əsərlər nəzmlə yazılır, yoxsa nəsrlə? Hər ikisi ilə, bəli, doğrudur. Bəs Mənzum drama adlı ilk əsərimiz hansıdır? Cəlil Məmmədquluzadənin Saydaş əsəridir. Daha sonra dramatik növdə müəllif hadisəyə müdaxilə edə bilir? Tez deyin. Bəli, edə bilmir. Daha sonra dramatik əsərlər səhnə üçün yazılır, bütün hamısı. Xeyr, səhnə üçün yazılmayanlar da var. Bunlar necə adlanır? Lazy dram adlanır. Dramatik növün əsas şərti dedik ki, remarka, daha sonra sürətlərin danışığı. Sürətlərin danışığı neçə cür olurdu? 2 cür. Monoloq və necə olurdu? Bəli, dialoq. Tək başına danışıq necə adlanırdı? Monoloq. 2 şəxsin danışığı, 2 və daha artıq. Bu isə dialoq adlanırdı. Dramatik növdə olan əsərlər, baş qəhrəman müsbət olur yoxsa mənfi? Müsbət yoxsa mənfi? Bəli, hər ikisi ola bilirdi. Remarkalar necə verilirdi? Biz əsərdə onu necə fərqləndirirdik? Bəli, mötərizə ilə fərqləndirirdi. Remarkalar tamaşaçılar üçün yazılır, uşaqlar. Xeyr, kim üçün yazılır bəs? Aktyor, bəstəkar, rejissor üçün yazılırdı. Remarkada nə göstərilirdi? Zaman, məkan, tarix, aktyorun vəziyyəti, bunlar göstərilirdi. Qarışıq janr hansı idi? Tragikomediya. İlk tragikomediyamız hansı oldu? Ölülər. Bəs yaxşı, ikinci tragikomediyamız Anamın kitabı, Dəli Yığıncağı. Bəs o nə idi ki? Ya qəhrəman ölürdü, ya da arzular puç olurdu. Faciə janrı doğrudur. İlk faciə Müsbəti Fəxrəddin əsərini deyə bilərik. Daha sonra dram əsərinə hansı əsərlər idi? Müsbət qəhrəmanın qələbəsi olurdu. Daha sonra burada nadanlıq dramını keçdik. Ən sonda deyirik ki, faciənin əsası Müsbət Fəxrəddin, Hüseyn Cavidin ana faciəsi ilə deyə bilərik qoyulubdu. Ana mənzum faciə idi. Müsbət Fəxrəddin isə nəsrlə yazılmış faciə idi. Bu qədər, sağ olun, salamat qalın.